Bugün sizlərə köhnə binanın ən vacib, ən axtarılan proyektlərindən biri olan Leningrad layihəli 5 otaqlı mənzil təqdim edirəm. Mənzilin təmirindən görürsünüz ki, yəni yeni tikili binadan qətiyyən seçilmir. Çox əla, möhtəşəm bir təmirdir. Təmirə söz yoxdur. Bura mənzilimizin qonaq otağıdır, dəyərli izləyicilər. Bilirsiniz ki, Leningrad layihələrdə bu mənzillərdə ilk otaqlar ikisi olur. Bura açılıb, gördüyünüz kimi belə bir geniş qonaq otağı yaradılıbdır. Rahat sahəsi 30 kvadratdır, yəni çox böyük bir proyektdir. İndi isə keçid edək sizə mənzilin digər hissələrini göstərim. Bura mənzilimizin çöl giriş qapısıdır. Sağda belə bir gözəl dəhliz dolabı yığılıbdır. Keramik olan hissəsi isti döşəmədir. Çöl giriş qapısı, sol tərəfdə belə bir asarlıqlıq yığılıb, gördüyünüz kimi güzgülü. Burada mənzilimizin bir yataq otağıdır. Bu yataq otağının da ölçüsü olduqca genişdir. Bilirsiniz ki, qarşısında 9 metr uzunluğunda eyvan olur və eyvanlar da içəri qatılıb, otaqlar daha da geniş olubdur. İndi keçid edirik sizə digər yataq otaqlarını göstərirəm bir-bir dəyərli izləyicilər. Bura mənzilimizin növbəti yataq otağıdır, bu da uşaq otağıdır. Gördüyünüz kimi təmir çox ideal, çox möhtəşəmdir. Bu yataq otağının qarşısındakı eyvan açıq yəni qalıbdır, içəri qatılmayıb. İdeal bir proyekt. 5 otaqlı Leningrad layihəli bir mənzil. Burada isə mənzilimizin yerləşir valideyn yataq otağı. Buranın da ölçüsünü görürsünüz, olduqca genişdir dəyərli izləyicilər. Və bunun da qarşısında eyvanı var. Və belə bir ideal təmirli 5 otaqlı Leningrad layihəli mənzil təqdim edirəm. Mənzilimiz yerləşir Neftçilərdə, Nazlı Şadlıq Sarayının tam yaxınlığında. Burada isə yerləşir mənzilimizin hamam və sanitar qovşağı. Gördüyünüz kimi duş kabinada yığılıbdır. Mənzil çox ideal təmir olunub, həqiqətən də çox keyfiyyətli materiallardan istifadə olunubdur mənzilin təmirində. Bura mənzilimizin mətbəx hissəsi, gördüyünüz kimi mətbəx mebeli tam patolokacan yığılıb. Belə bir ideal mətbəx yaradılıbdır və burada da eyvan hissəsi qatılıb içəri. Dəyərli izləyicilər, orta hissədən belə bir qapı qoyulubdur. Digər tərəfdə paltar yuyan maşın və belə bir hissə yaradılıbdır. Bütün məlumatlarını qeyd edirəm. Mənzilimizin dəyərli izləyicilər deməli yerləşir Neftçilərdə, Nazlı Şadlıq Sarayının yanında 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində qanuni 5 otaqlı 4 otağa düzəldilmiş bir mənzildir. Ətraflı məlumat üçün zəng edə bilərsiniz. Sağ olun, təşəkkür edirik ki, izləmədə qalın.